Bismillahirrahmanirrahim. Siz əziz yoldaşlara, izləyicilərə salam deyirəm. İslamlıq və Tühlüğün 45-ci hissəsində türkü, ərəbi, farsı ağıllıqdan, həman əqlaniyyətdən, rasyonalitədən, onların özgülüklərindən, fərqlərindən tutuşduraraq siz ilə danışacağıq. Bizim ağıldan məqsəd insanın içərisində idrak edən, seçmə əl vuran bir gücdür. Təcrübələri qoruyan bir qüvvədir. Həmən ki, Həzrət Əli əleyhissalam demişkən, əl-əqlu hifzut təcarib, əql təcrübələri hifz eləyəndir. Ağıllıq da o ağlı kullanmaq ya işlətməkdir. Bizim el sözlərində ağılın, ağıllığın yüksək, uca, önəmli yeri vardır. Deyirdilər, ağıl başdan çıxar, qızıl daşdan. Ağılsız baş çiynə yükdür. Ağılsız baş dənsiz saman. Ağılsız başa söz neynər? Dadsız aşa duz neynər? Ağıllı yiğit elinə yetirər. Ağılsız yiğit elini itirər. Milli düşüncə, milli düşünən ağıllıqdan qaynaqlanır. O qaynaqda milli istilahlar dil çərçəbəsində yaranır. Hər cürə inkişaf, tərəqqi, irəliləmə birinci milli düşünən ağıldan törənir, baş verir. Milli düşüncə mərifətdə, həmən epistomoda qavramların milliləşməsinə fikir verir. Milli də yəni adamın özününkü, millət də bəsit mənasında bir sıra insanlardılar. Dil əsasında ortaq mənfəətləri, hədəfləri izləməklə bir yerə toplanırlar. Milliyyət də belə millətə uğraşmaqdır, yanaşmaqdır. Türk müsəlmanlar Fazilə Mədinəsini qurmaq ilə, səadətə, fəzilətə çatmaq ilə milli düşünən ağıla, ağıllığa ehtiyacları vardır. Milli düşünən ağıllıq Fazilə Mədinəsinin xəritəsinin başlanğıcıdır. Milliliyin qarşısında qeyri-milli ya da ziddi milli düşüncələr əyləşir. Türkü ağıllıq, ərəbi ağıllıq kimi tarixi dəyişmələri olubdur. Yəni tətəvvürləri olubdur. Bir zaman türkü ağıllıq Rusların seytərəsində olub. Bir zaman masoni səlibi düşüncələrin etkisi altında, əsasında İslamı belə ağıllığı geri saxlamaqda bir böyük etkin ya amil bilibdilər. Hər halda bu ön sözdən keçsək, türkü ağıllığın sifətləri, həman özgülüklərini biz saya bilirik. Birincisi etidaldır. Türkü ağıllıq ifratdan, təfriddən, zülm eləməkdən, zülm qəbul eləməkdən uzaqdır. Tarix boyu bu ağıllıq ədaləti yaymaqda adsan qazanıbdır. Məyər Nizami Məxzənül Əsrarda demirdi, dövlət Turkan ki بلندی گرفت مملکت از داد پسندید گرفت چون که تو بیدادگری ترک neyi Hinduy qavrətgəri. Türk dövlətləri o zaman ki qüdrətə keçdilər, məmləkətdə o qədər ədalət yayıldı ki, o məmləkət sevilməli oldu. Sən ki indi zülm elirsən, da sənin adıva tüh demək olmaz. Sən bir qavrətgər hindusan, talancı bir hindusan. İkinci, türkü ağıllığın sifəti özgülükü dövlət qurmaqdır. Axı dövlət hakimiyyət, ədaləti yaymaqda, zülmə qarşı çıxmaqda bir güc olmalıdır. Deyiblər, təhcə bir türk bir balaca adada qala
orada dövlət qurmağa fikir verər. Türkü ağıllığın üçüncü sifəti dili bəsləmək, kökətməkdir. Ona görə türkü dili qaydalı bir dildir. Minlər dəyərli əsərlər, xətti nüsxələr, kitablar bu dildə yazılıbdır. Bu əsərlərdən birisi Manas kitabıdır. Bu kitabın böyüklüyündə təhcə bu ki, Manas bir həmasədir. Milyonlar beyti misrası vardır. Bir xanım 40 vəfalı güclü qadın yoldaşları ilə böyük ölkəni düşmənlərdən qoruyurlar. O məmləkətin adı da Qırğızistan adlanır. Həmən 40 qızın ölkəsi. Bayraqlarında da bu 40'ı görmək olar. Bir günəşdir, ondan 40 əşəə ayrılır. Dünyanın ən uzun həmasəsidir. Türklər dünyanın ən böyük uzun həmasəsinə sahibdirlər. Hindi Mahabharata həmasəsi, Çinilərin Hisar həmasəsi heç zaman onun ayağına çatmazlar. Manas təhcə Qırğız türklərinə aid olan bir həmasədir. Alpamış Qazax türklərinindir. Oğuznamə, Dədə Qurqud, Koroğlu, Oğuz, Uyğur türklərinə aid olan həmasələrdir. İstəyək Manasla Mahabharatanı, Şahnaməni tutuşturaq, təhcə muhtəva baxımından keçsək, kəmmiyyətə, necəlikliyə baxsaq, Manas neçə milyon misrədir. Halbuki Mahabharata təhcə 440 min beytidir. Şahnamə 60 min beytidir. Manas neçə qat Şahnamədən çoxdur. Türkü ağıllığın dördüncü sifəti dini anlamları, dini qavramları qəbul etməkdir. Onları daşımaqdır. Şamanizmdən, manidən, Yəhudiyyətdən, Məsihiyyətdən tut və bu son 1000 ildə İslamdan tut, tamamilə bu dildə türkü ağıllıqda mənalı qavramları daşımaqda Türk dili bir unutulmayan bir qabiliyyətə sahibdir. Türkü ağıllıq İslam gələrkən onu bağrına çəkibdir. Türkü ağıllıq bir sıra tanınmış mütəfəkkirlərin düşüncələri əsasında irəliləşibdir. Əli bəy Hüseynzadə, Əhməd bəyoğlu, İsmail Qaspıralı, Ziya Gökalp, Həsən bəy Zərdabi, Əlimərdan Topçubaşı, Məmməd Rəşid, Əbdullah Cövdət, Yusuf Akçora, Yəhyə Kəmal, Tofiq Fikrət, Məhməd Əmin, Yurdakul, Ömər Seyfuddin, Namiq Kəmal, Nihal Atsiz, Məmməd Əmin Rəsulzadə, Müstəfa Kəmal Atatürk və bu son illərdə Nəcməddin Arbakan, Qadir Misiroğlu, Rəcəb Təyyib Ərdoğan türkü ağıllığı İslamlığa yanaşdırıblar, bəzən də birləşdiriblər. Türklüğə İslamlıqla güc qatıblar. Örnək üçün Əli bəy Hüseynzadə filsuf, mütəfəkkir, həkim, tənqidçi, rəssam, şair, mütərcim, İttihad və Tərəqqi cəmiyyətin qurucularından Ərəbiyyə, Batı düşüncələrinə, Rus ədəbiyyatına tanış olan bir insan idi. Tanınmış Turan şeiri onun şeiridir. 1905-ci olaylarında təhcə qayğısı Rusiyənin türklərlə müsəlmanlarını birləşdirmək idi. Ona türkü ağıllığın iki sifəti olmalıydı. Birincisi İslamlıq, ikincisi Avrupalıq. İkinci sifət sonralarda Ziya Gökalp, Məmməd Əmin Rəsulzadənin fikirlərində müasirliğə, çağdaşlığa çevrildi. Əli bəy Hüseynzadə Osmanlı dövlətini həm türklüğün, həm də türkçülüğün növəsi, həstəsi bilirdi. Osmanlı zamanında
türkü olan dili bütün Türk millətlərə ədəbi dil sayırdı. İkinci Ziya Gökalp idi. Türk müasir mütəfəkkirlərdən daha birisi idi. O inanırdı sosioloji, həmən toplumşünaslıq Osmanlı devlətini zavaldan qurtara bilər. Türk milliyyətçiliyin qurucularından sayılırdı. O deyirdi, türkü ağıllıq İslamlıqdan əlavə yeniçi növgəra olmalıydı. Həmən ki, ərəbi ağıllıqda Muhammed Arkon o düşüncəyə sahib idi. Osmanlı milləti kültür baxımından türk və müsəlman idi. Amma təməddün baxımından gərək Batı dünyasının irəliləməsinə boyun əyərdi. Təməddün də yəni fənnavəri, uranlıq, teknoloji, həmən yurdamlıq, yəni fənnavəri, teknolojini qəbul eləmək. Təməddün kültürün içində həzm olacaqdı. Kültür təməddündən böyük idi. Kültür bir toplumun birlik qaynağı sayılırdı. Türklərə düşən vəzifə milli duyğularını, şuurlarını kəşf etmək idi. Sonradan təməddün dalısıca düşməliydilər. Qızıl Alma poeması, Ərgənəgün Osturəsi Ziya Gökalpın əsərləri olaraq türkü İslami əsərlərdə çox faxir, dəyərli əsərlər tanınırdı. Üçüncü İsmail Qaspıralı digər türk-tatar mütəfəkkirlərdən idi. Onun ən önəmli qayğısı Rusiya ilə Krımın türk müsəlmanlarını birləşdirmək idi. O düşünürdü, novsazi yeniləmə təhcə təlim-i tərbiyyət ilə, yəni eğitimlə və öyrətimlə mümkün idi. Bu amaca çatmaq mümkün deyildi, məyər ana dilində yazmaq ilə. İsmail Qaspıralının nəzərində, baxımında ana dilində öyrənmək türkü ağılın, ağıllığın özgürlüyünü, hürriyyətini daşıyırdı. Onun birinci adımlarından sayılırdı. Bu həmən hürriyyət idi ki, sonralarda ərəbi ağıllıqlarda Döktür Həsən Hənəfi ona özəl bir baxım salır. Qaspıralı deyirdi, bizim geri qalmağımıza təhcə bir səbəb var. O da cəhl ya da nadançılıq, naxoşluqdur. 1907-də Rusiya Türk müsəlmanlarının kongrəsinin qurucularından olubdur. O düşünürdü, tərəqqiyə, irəliləməyə lazım deyil, sən kültürün mirasını tərk edəsən. Türk müsəlmanlar Rusiyada bir dilə malik olaraq eləyə bilərlər, bir kültürə də malik olalar. Vurğuluyurdu, Türk müsəlmanlar Farsı yazmaqdan tamamilə həzər eləməlidirlər. Zərdabinin düşüncəsi də belə olmalıydı. Həsən bəy Zərdabi mütəfəkkir, Azərbaycanlı böyük mübariz, Qafqazlı türk müsəlman idi. O belə düşünürdü ki, türk müsəlmanlar Farsı yazmaqdan tamamilə həzər eləməlidirlər. Zərdabinin düşüncəsində türkü ağıllıq savada öz mirasını saxlamağa, qorumağa fikir verməli idi. 5-ci Əlimərdan bəy Topçubaşı çağdaş zəmanədə türkü ağıllığın yönəlişiyində, həmən cəhətgirisində etkisiz deyildi. O, müsəlmanların ittifaqı örgütündə iştirak edirdi. Bəlkə də demək olsun, birinci mütəfəkkir olubdur. Tezarın bayrağının altında yaşayan tühlərə özgürlük, xudmuxtarlıq istəyibdir. 1917-ci ildə müsəlmanların müvəqqət Milli Şurasının icrai komitəsini düzəldibdir. Məmməd Əmin Rəsulzadə, Fətəlixan Xoyski o təşkilatın üzvləri idilər. Azərbaycan Cumhuriyyətini, onun xədəmatını, həsənatını dünya səviyyəsində tanıtdırmaqda
Əlimərdan bəyin yüksək rolu olubdur. Əlimərdan bəy türkü ağıllığı izzətli, müstəqil, üzgürlü, muxtar bilirdi. Türkü ağıllığın 5-ci sifətində saymaq olar. O da tədbir-i bəqadır. Yəni yeni suallara yeni cavablar vermək, müasir çözümlərə yanaşmaq, əl atmaq, İnsanların rifahına çalışmaq, yol axtarmaq. Türk müsəlmanların ağıllığın 6-cı sifəti də vardır. O da təsahül, təsamuh rəvadarıdır. Keçinmək, özgə dillərə, dinlərə çətin tutmamaq, özgə dinləri, dilləri, əqidələri qəbul eləməkdir. Zamanımız azaldı, bəhsi burada gələn görüşə qədər qurtarırıq. Mövlana demişkən, söyləmə yoxdur bizə yol şah üçün. Əl açıqlar, xızırlardır rah üçün. Sağ olun.